Baş Prokurorluğun Avropada yaşayan bəzi azərbaycanlı mühacirləri istintaq aparmaq üçün ölkəyə dəvət etməsi ictimai və siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub. Lakin çağırışlara baxmayaraq adı çəkilən şəxslər ölkəyə geri dönməyib. Həmin şəxslərin ekstradisiyası mümkündürmü? News 24 konkret istinadən xəbər verir ki, Siyasi Texnologiyaların Mərkəzinin rəhbəri Vəli Əlibəyov şərh edib. Avropada yaşayan mühacirlərin Azərbaycana qayıtmamasının səbəbi aydındır. Onlar niyə çağırıldıqlarını dəqiq bilirlər. Anlayırlar ki, Azərbaycanda onlara qarşı cinayət işi açılıb və geri qayıtdıqları halda həbs olunacaqlar. Düşünmürəm ki, onların gəlməsinə kimsə maneə yaradır. Görünür, kimlərsə onlara havadarlıq edir. Mövzular diktə olunur. Bu şəxslər həmin tezislər əsasında Azərbaycana qarşı çıxışlar edirlər. Hesab etmirəm ki, onların geri dönməsinə kimsə əngəl törədir. İstədikləri vaxt Azərbaycana gələ bilərlər. Lakin başa düşürlər ki, burada onları nə gözləyir? Məhz buna görə də qayıtmırlar. Vəli Əlibəyov vurğulayıb ki, əgər Azərbaycan tərəfi bu şəxslərin günahını beynəlxalq təşkilatlar qarşısında sübuta yetirə və ciddi dəlillər təqdim edə bilsə, bu zaman hüquqi cəhətdən onların ekstradisiya məsələsi gündəmə gələ bilər. Əks halda onların öz xoşları ilə Azərbaycana qayıdacağını düşünmürəm.